Bu videoya baxan hər kəsə belə evdə yaşamaq nəsib olsun inşallah. Sizlərə Mərdəkanda 285 min manata 2,5 sotun içində, 2,6 sotun içində gözəl, ailəvizlə yayda, qışı da yaşaya biləcəyiniz bir dənə həyət evini təqdim edirəm. Burada kiçik bir yaşıllığı, evi tam dövr eləmək mümkündür. Məhəlləsi genişdir, rahatlıqla maşınınızı saxlaya bilərsiniz. 6 metr uzunluğunda, 4 metr enində, 1,60 dərinliyində istiməli hovuzu, orada da bir dənə qəşəng gül qoyublar, maraqlı. Burada istiməli besetkası, 20 kvadratlıq besetkası, manqalı, 10 tonluq su anbarı daxil olduq. Bu gözəlliyi yenidən sizlərə təqdim edirəm. 3,20 tavanın hündürlüyü, ev tam isti döşəməlidir. Bütün kommunal xəttləri çəkilib, 36 kvadratlıq zal. Əşyaları tam hazır. Burada 20 kvadratlıq mətbəx. Mətbəxdən terasa çıxış, besetkaya çıxış. Qapıların hündürlüyü 2,20-dir. Burada ümumi sanitar qovşağını görürsünüz. Yanında valideyn otağı dediyimiz özünün sanitar qovşağı ilə olan yataq otağımız, mebellər maşallah gözəl seçilib, dizayn əladır. Allah bizlərə də nəsib eləsin. Allah sənə də nəsib eləsin belə. Bundan daha gözəl evlərdə yaşamağı. Burada evin boş olan bir dənə bu otaqda yataq dəsti yığılmayıb. Burada da evin 3-cü yataq otağı və əşyalı. Pəncərələrin hündürlüyünü də sizlərə göstərim. Evi dövr eləmək olur demişdim. Görürsünüz, evi tam dövr eləmək mümkündür. Bu arada divar kağızları, bu divar kağızıdır. Bilməyənlər üçün deyirəm, üstündə boyadır. İstədiyiniz bir rəngi seçə bilərsiniz. 4 dəfə boyana bilir. 4 səhv eləmirəmsə 5 dəfə. 5 düzdür. Gəldik bir videomuzun daha sonuna. 150 kvadratdır bu evin kvadratı. Bayırdan bayıra evin sahəsi bəli. 285 min manat start deyirəm bu evin qiymətini. Allah sizlərə və mənə nəsib eləsin inşallah. Ruzunuz bol, canınız sağ olsun. Kanalıma abunə olmayanlar abunə olsun. Özünüzdən müğayət olun. Hələlik.